Deməli uşaqlar, bugün İlham Əliyev siyasətini dəyərləndiririk. Lap başdakı testimizdən başlayaq. Deməli İlham Əliyevi qurucu müzəffər bir prezident kimi səciyyələndiririk. Səbəb də odur ki, demək olar ki, Azərbaycanın iqtisadiyyatına keçid, iqtisadiyyatın inkişafı və müzəffər bir ali baş komandan kimi Azərbaycan Respublikasının suverenliyini təmin edən bir prezidentdir. 1961-ci ilin dekabrın 24-də anadan olub. 1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 94-dən 2003-cü ilə qədər Azərbaycan Neft Şirkətinin birinci vitse-prezidenti olub. 95-dən 2003-cü ilə qədər isə deputat olub. Sonra 1997-ci ildə İdman Olimpiya Kompleksinin prezidenti olub. 2001-2003-cü illərdə Yeni Azərbaycan Partiyasının deputatı, daha doğrusu sədr müavini, 2001-2003-cü illərdə də eləcə də Avropa Şurasında ölkəmizin nümayəndə heyətinin başçısı olub. 2003-cü ildən həm baş nazir vəzifəsində çalışıb, həm də sonra dəftərinizdə əlavə qeyd eləmişəm sizin üçün Avropa Şurasının Parlament Assambleyasının vitse-prezidenti də olub. Və prezident seçilmə dönəmi 2003-cü ilin oktyabr seçkilərində baş nazir idi hələ onda. Heydər Əliyev öz səs çoxluğunu İlham Əliyevin xeyrinə verdi. Və 2003-2008-ci il, 2008-2013, 13-2018, 2018-2024 prezident seçkiləri keçirilib. Hər il 5 ildən bir keçirilib. Sadəcə 2023-cü ildə antiterror əməliyyatı olduğu üçün prezident seçkiləri biraz yuvanmış. 2024-ün fevralından keçirilmiş və 7 ildən bir olub prezident seçkiləri. Prezidentlik dövrünü 2 mərhələyə bölürük. Birinci mərhələ 2003-ün 5 oktyabrından başlayır, 2009-un 18 martına kimi. İkinci mərhələdə 2009-un 19 martından bugünə qədər davam edir. Birinci mərhələdə əsas addım ölkə iqtisadiyyatına keçiddir, konstitusiyalara əlavələr və dəyişikliklərdir, bir də hüquqi dövlətə davamdır. İkinci mərhələdə isə hüquqi dövlətin gücləndirilməsidir, Mehriban xanım Əliyevanın vitse-prezident seçilməsi və bugünə qədər olan hər bir şey. Neft strategiyasından danışaq. Biz bilirik ki, bu günləri Azərbaycanın 3 dənə neft kəməri var. Bakı Novorosiysk 97, Bakı Subsa 99, Bakı Tbilisi Ceyhanın təməli 99-da qoyulub. İstanbul samitində 2006-da İlham Əliyevin dövründə istifadəyə verilib və bizə bugünkü dərsimizdə lazım olan Bakı Tbilisi Ceyhandır. Qaz kəməri isə 2001-ci ildə Heydər Əliyevin dövründə təməl qoyulub, 2007-ci ildən isə istifadəyə verilir Bakı Tbilisi Ərzurum qaz kəməri və ilk dəfə olaraq Azərbaycan qazı dünya bazarına bu cür geniş şaxəli çıxarılıb. Sonra 2013-cü ildə özdə Yunanistan vasitəsilə 2013-cü ildən Avropa dövlətləri yeni bir müqavilələr imzalamaq istəyiblər. TANAP-TAP, biz buna deyirik Trans-Anadolu, Trans-Adriatik. 2018-ci ildə TANAP-ın Eskişəhərdə açılışı olub. Bəs bu neftdən gələn pulla nələr eləyib bizim Ali Baş Komandamız? Deməli, qeyri-neft sektorundan danışırıq. Kəndlərə subsidiya verilib. Bir çox şeylər var. İndi bunları mən burada qeyd eləmədim sizin üçün. Ona görə qeyd eləmədim ki, yəni ehtiyac yoxdur. Onsuz da biz bilirik də, yəni Ali Baş Komandam bizim üçün hər şeyin, belə deyək, yaxşı tərəfini, iş yerlərinin açılması, sosial vəziyyətin yaxşılaşdırılması, xırdalıq eləmədim onu sizin üçün. Məsələn, əkin sahələrində fermer təsərrüfatının inkişafı, əkin sahələrinin genişləndirilməsidir, sonra şəhər həyatının inkişafıdır, azad ticarətdir. Yəni bunları qeyd eləmədim sizin üçün. Bizə lazım olanlar budur ki, kəndlərə subsidiya odur ki, kömək, dəstək, yəni əvəzi ödənilmədən də əhaliyə köməklik. 2017-ci ilin oktyabrında Bakı Tbilisi Qars dəmir yolu istifadəyə verildi. 2018-ci ildə Ələt Azad Ticarət Mərkəzi ən böyük limandır bu Xəzər dənizinin sahilində. 2023-də də Şərqi Zəngəzur, bir də Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xətti çəkildi. Sosial addımlar. Təbii ki, müharibə şəraitində yaşadığımız üçün hərbi xərc çoxdur, amma bu bizim
demək deyil ki, vəziyyəti gərginləşdirər, pisləşdirər. 2003-2013-cü illər qaçqınlar üçün xüsusi proqramlar hazırlanıb. 2007-də qaçqın düşərgələri ləğv olunub, qaçqın çadırları, hansı ki 1998-də Heydər Əliyev tikib saldırmışdı, onlar ləğv olundu. Fin qəsəbələr, yəni köhnəlmiş qəsəbələri ləğv edib yeni bir qəsəbələrlə əvəz eləmiş oluruq bunları. Sonra 2012-də Asan xidmət yaranıb, 2019-da Dost xidməti yaranıb, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə. 2020-də 19 martda Covid-19-la mübarizə mövcud idi. Xarici siyasətə keçirik. İlk rəsmi səfər 2003-cü ildə Cenevrəyə olub. Burada informasiya cəmiyyətinə qoşulmuşuq. 2004-də ABŞ informasiya müharibəsinə bizə öz dəstəyini göstərib. Türkiyə ilə danışıqları keçirik. 2010-cu ildə 1994-cü illə bunu oxşadırıq və yaxud da ki, İlham Əliyev və Heydər Əliyevin siyasəti də oxşadırıq. Qarşılıqlı strateji, tərəfdaşlıq, əməkdaşlıq, bir-birimizə lazım gəldikdə hərbi cəhətdən, mənəvi cəhətdən dəstək olmaq. 2021-ci ilin də 15 iyunda Qurtuluş günündə demək Şuşa bəyannaməsi imzalanıb, Qars müqaviləsinin təzədən təsdiqlənməsi idi. Rusiya ilə münasibətlərdən danışırıq. 2008-ci ildə Gürcüstanla Rusiya arasında müharibə olub, 5 günlük müharibə. Azərbaycan burada bir tərəf kimi qalıb, yəni hər iki tərəfə öz hörmətini bildirib. 2022-nin fevralında da Moskva bəyannaməsi imzalanıb, qarşılıqlı əməkdaşlıq. Ümumiyyətlə, bəyannamə sözü Şuşa bəyannaməsi 2021-də, demək 2021-in 15 iyunu. Moskva bəyannaməsi 2022-nin fevralında, bir də Qarabağ bəyannaməsi var 2024-ün yanvarında. İranla münasibət 2010-cu ildə necə ki getdik Türkiyə ilə qarşılıqlı əməkdaşlıq, strateji əməkdaşlıq müqaviləsi bağladıq. 2010-cu ildə eləcə də İranda, demək İstanbulda İran, Azərbaycan və Türkiyə İslam əməkdaşlıq təşkilatı da yaradıldı. 2010-da necə ki Türkiyə ilə danışıqlara getdik, eləcə də hələ İstanbulda İran da çağırıb İslam əməkdaşlıq təşkilatı yaradıldı. Amma təbii ki bu Qarabağ müharibəsində İranın bizi gözü götürmədiyi üçün bunu axıra qədər sadiq qala bilmədi. Hətta deyirdi ki tez-tez təkrarlansın bu görüşlər, amma təkrarlana bilmədi. Hətta qeyd edeyim ki 2004-də İranda demək konsulluğumuz açılmışdı bizim Tehranda, Təbrizdə və 2016-da da İrana rəsmi səfərimiz olmuşdu İlham Əliyevin dövründə. Bunu da qeyd edeyim sizin üçün. Sonra gəlirik Gürcüstan, Pakistan, İsrailə. Gürcüstanla münasibət siyasi iqtisadidir, amma Pakistanla İsrail üçün hərb də deyə bilərik. Çünki 2-ci Qarabağ müharibəsində biz onların dəstəyini açıq şəkildə görmüş olduq. Beynəlxalq təşkilatlarına münasibətlər. BMT. Biz BMT-yə 1992-nin 2 martında daxil olmuşuq. Bütün təşkilatlarda üzv olmağımızın əsas səbəbi Qarabağ məsələsidir. Bunu diqqətinizdə saxlayın. 93-də Qarabağla bağlı 4 dənə qətnamə qəbul edib, heç biri bir şey yaramayıb. 2003-cü ildə İlham Əliyev orada çıxış eləyib. Çıxış eləyib ki, mexanizmi dəyişmək lazımdır. Ancaq Qərbi Avropa ölkələri falan deyil də, burada Şərqi Avropadan da bir dənə kimsə çıxış eləməlidir. Və 2011-ci ildə elə bir ki, keçirilən iclasda qərar alınıb ki, 2012-nin yanvarından 2013-ün dekabrına kimi 2 il müddətinə, belə 12-13 görəndə 1 il eləyir, amma 2012-nin yanvarından 2013-ün dekabrına qədər 2 il müddətinə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir. 193 ölkədən 155-i bunu təsdiqləyir və bugün siyasətdə sözünü deyən 15 dövlətdən biri də Azərbaycandır. Hətta Qafqaz ölkələri arasında və Mərkəzi Asiya ölkələri arasında ilk seçilən də Azərbaycan. NATO-ya 92-də NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulmuşuq. 94-də sülh naminə tərəfdaşlığına qoşulmuşuq. 97-də Avropa Atlantika Tərəfdaşlıq Şurasına qoşulmuşuq. 2002-də isə assosiyalaşmış üzvü və bizim orada maraqlandıran söhbət Əfqanistanda, İraqda, bir də Kosovada olan məsələlərə sülhcəsinə yanaşmaqdır. Yəni bunu əzbərləyin ki, 92, 94, 97, 2002, 92-də NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına, 94-cü ildə sülh tərəfdaşlığına, 97-də Atlantika tərəfdaşlığına, 2002-də də assosiyalaşmış üzv olmuşuq.
Qoşulmama hərəkatı bilirsiniz ki, 1961-də yaranıb, 2001-də Azərbaycan ora qoşulub, 2019-22 orada sədrlik eləmişik, sonra 23-ə qədər vaxtımız uzadılıb. Aşı da izah edeyim, 2001-də üzv olmuş ora, 2001-dən 2003-cü ilə qədər orada aşın rəhbəri, daha doğrusu Avropa Şurasının Azərbaycan rəhbəri olub İlham Əliyev, 2003-cü ildə isə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub. Gələk Türk Dövlətləri Əməkdaşlıq Şurasına. Burada 4 dənə samit var, çıxış var, daha doğrusu Naxçıvandır, İstanbuldur, Bursadır, bir də Şuşadır. Deməli 2009-cu ildə türk dilli dövlətlər, türk dövlətləri demirəm ha, türk dövlətləri məsələn Türksoydu 93-də, türk dilli, dili türk olanlar. Türk dilli dövlətlər Naxçıvanda yığılıb konferans keçiriblər özləri üçün. Sonra 2012-də həmin konferansın nəticəsi olaraq Türk Dövlətlərinin Əməkdaşlıq Şurası yaradılıb. 12-ni çevirin. 2021-ci ildə isə İstanbul samitində Türk Dövlətləri Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı ilə əvəz olunub. Sonra 2022-də Bursada keçirilən konferansda qərarı alındılar ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı olsun və 2023-də də olub. 2024-ün yanvarında isə Şuşada qeyri-rəsmi zirvə görüşü keçirilib və Qarabağ bəyannaməsi imzalanıb. ATƏM ATƏT. Bilirsiniz ki, 1975-ci ildə yaranıb ATƏM və 1994-cü ildə onun adı dəyişib olub ATƏT. Bunun bizi maraqlandıran tərəfi odur ki, 92-ci ildə Qarabağda baş verən hadisələri həll etmək üçün bunun Minsk qrupu yaradılıb və 94-cü ildə Budapeşt samitində Minsk qrupunun həmsədrləri seçilib Rusiya, ABŞ və Fransa. Eləcə də ATƏM-in adı dəyişib olub ATƏT. 1996-cı ildə isə İspaniyanın paytaxtı, daha doğrusu Portuqaliyanın paytaxtı Lissabonda samit keçirilib. 53 dənə dövlət Azərbaycanı dəstəkləyib ki, yəni Azərbaycan ərazi bütövlüyünü dəstəkləyib. 99-da da İstanbul samiti var, Bakı, Tbilisi, Ceyhan haqqında. Fondlar. Deməli 1999-da Neft fondu var, 2002-ci ildə Hərbi fond var, 2004-cü ildə Heydər Əliyev fondu var, 2020-ci ilin dekabrında şəhid ailələri üçün, qazi ailələri üçün Yaşad fondu var, 2021-in yanvar ayında isə Qarabağın dirçəlməsi üçün Qarabağ fondu var. Sonra 2012-də 11-də Eurovision'da iştirak eləmişik, qalib gəlmişik, birinci yerə çıxmışıq. 2012-də Eurovision bizdə keçirilib, 2015-də Avropa oyunları, 17-də də İslam oyunları keçirilib. Heydər Əliyevə aid olanlar 2005-ci ilin may ayının 10-da ad günü olan dönəmdə onun ordeni yaranıb. İlk bu ordeni alan Azərbaycanlı İlham Əliyevdir. 2012-də mərkəzidir, 2014-də də məscididir. 2010-da Bayraq meydanıdır. 2013-də 3 güllə var. 3 nə yadınızda saxlayın, 13-3. 2009-da Muğam festivalıdır Bakı və Qəbələdə. 2000-ci ildə Dədə Qorqudun 1300 illik yubileyi keçirilib.